Əvvəlki 2 videomuzda listeninglə, yəni dinləmə qabiliyyəti ilə bağlı danışmışdım və onunla bağlı öz tövsiyələrimi vermişdim. Bu dəfəki videoda isə reading məsələsinə, yəni oxuma qabiliyyətinə toxunacağam. İlk əsas sual bundan ibarətdir ki, ümumiyyətlə reading, yəni oxuma bizim üçün vacibdirmi? Belə bir cavab vermək istəyirəm ki, yəni akademik məqsədlər üçün əgər ingilis dilini öyrənirsinizsə, yəni xaricdə təhsil almaq istəyirsinizsə tutaq ki və IELTS, TOEFL və SAT kimi imtahanları götürməyi planlaşdırırsınızsa, təbii ki, sizin üçün oxumaq mütləqdir. Çünki siz həmin imtahanlarda reading də eləyəcəksiniz və oxuma qabiliyyətinizi artırmalısınız, oxuma sürətinizi artırmalısınız ki, həmin imtahanlarda sürətli şəkildə tekstləri, mətnləri oxuyub suallara cavab verə biləsiniz. Ona görə də sizin üçün mütləqdir. Amma hətta əgər akademik məqsədlər üçün dili öyrənmirsinizsə belə, oxuma sizin üçün çox faydalı ola bilər. Faydaları nədən ibarətdir? Bununla bağlı danışacağam. Birincisi, siz yeni sözləri, yeni ifadələri, idiomları və s. axır mətndən öyrənəndə, hər hansı oxuduğunuz və başa düşdüyünüz bir mətndən öyrənəndə daha yaxşı öyrənmiş olursunuz. Çünki yəni biri var, lüğətdən öyrənəsən və lüğətdən öyrəndiyin söz daha tez yaddan çıxır. Çünki onu konkret bir mətndə oxumamısan və onunla çox özünü belə deyək, assosiasiya eləyə bilmirsən. Amma əgər bir sözü, bir ifadəni mətndən birbaşa öyrənirsinizsə, daha yaxşı yadda qalır. Çünki birbaşa onun istifadəsini görmüş olursunuz və daha yaxşı istifadə edirsiniz özünüzdə. Həmçinin cümlə quruluşları, öyrəndiyiniz o qrammatik qaydaları filan da readingdən daha yaxşı mənimsəmiş olursunuz. Başqa bir faydası isə, ən əsas faydalarından biri isə ondan ibarətdir ki, siz reading elədikcə ingiliscə düşünmə qabiliyyətinizi artırırsınız və ingiliscə düşünmə qabiliyyətinin danışığa necə müsbət təsir etdiyi barədə növbəti videolarımızda daha ətraflı danışacağam və onunla bağlı da müəyyən tövsiyələr verəcəm. Keçirik son suala. Nələr oxuyaq? Nə tip şeylər oxumalıyıq? Çünki nəzərə alsaq ki, indiki dövrdə nəsə oxumaq ümumiyyətlə çətin gəlir bizə. Xüsusən xarici dildədirsə daha çətin gəlir. Birincisi ondan başlayım ki, listeningdə dediyim məntiq var idi. Hansı ki, sizin üçün nə çox çətin olan şeylərdən başlamalısınız, nə də çox asan. Eyni məntiqi burada tətbiq eləyə bilərsiniz. Yəni birdən-birə gedib bədii kitablar, çox çətin dili olan hansısa akademik məqalələri filan oxumaq təbii ki, sizin üçün çox çətin olacaq və çox da məsləhət görməzdim. Onun əvəzinə listeningdə dediyim o graded materials var idi, hansı ki, yəni misal üçün audio materiallar müxtəlif səviyyələrə bölünür və mətnlər də eyni şəkildə var o cür. Yəni müxtəlif səviyyələrə uyğun kitablar var, alıb oxuya bilərsiniz. Hekayə kitablarının asanlaşdırılmış forması var. Bədii kitablar asanlaşdırırlar müəyyən səviyyələrə. Onu oxuya bilərsiniz və bu sizin üçün çox faydalı olacaq. Öz səviyyənizə uyğun kitablar oxusaz. Həmçinin misal üçün internetdə bəzi məqalələr olur ki, dili asan olur, daha asan olur və bununla bağlı öz tövsiyələrimi daha ətraflı şəkildə videonun description hissəsində bildirəcəm. Siz isə kanala abunə olmağı və bu səhifəni bəyənməyi və videoları paylaşmağı unutmayın. Çox sağ olun.